olanlara deyirlər onluq kəsirlər. Məsələn, 0,3. Burada vergüldən sonra bir rəqəm var. Bir rəqəm varsa, bir dənə sıfır olan 10-dur. 0,10-da necə oxunur? 3 oxunur. Məsələn, 0,25. Vergüldən sonra 2 rəqəm var. 2 dənə sıfır olan nədir? 100-dür. 0,100-də nə oxunur? 25. 0,253. Vergüldən sonra 3 rəqəm var. 3 dənə sıfır olan 1000-dir. 0,1000-də nə oxunur? 253. Və yaxud da 33. 10.000-də nə oxunacaq? 2533. Başa düşdünüz bunu? İndi keçəyin onluq kəsirlərin bir-birinə vurulmasına. 0,5-i vururam nəyə? 10-a. Vergüldən sonra bir rəqəm var. Ona görə bu sıfırla bu vergül gedir, qalır 5. Məsələn, 0,25-i vururam 100-ə. Vergüldən sonra 2 rəqəm var. 2 dənə sıfırla bu vergül gedir, qalır 25. 0,1000-də 257 vurulsun 1000-ə. Vergüldən sonra 3 rəqəm var. 3 dənə sıfırla bu vergül gedir, qalır 257. Bu da onluq kəsirlərin bir-birinə vurulmasıdır. Keçəyin indi bölünməsinə. Məsələn, 0,7-ni bölürəm 0,1-ə. Deməli, bu necə olur? Vergüldən sonra bir rəqəm var. Bir dənə rəqəm varsa, bir dənə sıfır olan nədir? 10-dur. Vergüldən sonra bir rəqəm var. Bir rəqəm varsa, bir dənə sıfır olan nədir? 10-dur. Məqsəd nədir bunu vurmaqda? Bütöv ədəd almaq istəyirəm ki, bölmək mənim üçün asan olsun. Deməli, vergüldən sonra bir rəqəm olduğuna görə bu sıfırla bu vergül gedir, qalır 7. Bu sıfırla bu vergül gedir, qalır 1. 7 bölünsün 1 də neçə eləyir? 7 eləyir. Məsələn, 0,82-ni bölürəm 0,7-yə. Bərabərdir. Vergüldən sonra 2 rəqəm var. Ona görə 2 rəqəm olan nədir? 2 dənə sıfır olan nədir? 100-dür. Vergüldən sonra bir rəqəm var. Bir dənə sıfır olan nədir? 10-dur. Ən böyüyüm hansıdır? 100-dür. Deməli, sürəti 100-ə vurmuşamsa, məxrəci də 100-ə vurmalıyam. Belə bir qayda var ki, sürət və məxrəci eyni bir ədədə vurmaq olar. Eyni bir ədədə vurmaq olar. Eyni bir ədədə bölmək olar. Ancaq belə birini 10-a, birini 100-ə vurub və yaxud məxrəci başqa bir ədədə vurmaq olmaz. Sürət və məxrəci eyni bir ədədə vurmaq olar. Vergüldən sonra 2 rəqəm var. 2 dənə 0 getdi. Vergüldən sonra bir rəqəm var. 1 dənə 0 getdi. Qaldı 70. Burada da qaldı 82. 82 ilə 70-ə bölürsünüz. Neçə elədi? Odur. Məsələn, verir 0,1000-də 834 bölünsün 0,8. Müəllim, bunu 1000-ə vuracam. Bunu da 10-a vuracam. Ən böyüyümdə 1000 olduğuna görə bunu da 1000-ə vuracam. Ən böyüyümə vururam. Sürət və məxrəci. Çünki eyni bir ədədə vurmaq olar deyir. Vergüldən sonra 3 rəqəm var. 3 dənə 0 gedir, qalır 834. Vergüldən sonra bir rəqəm var, olur 800. Bunu da böləcəksiniz. Nə oldu? Odur. Bu da onluq kəsirlərin bölünməsi. Məsələn, belə alt-alta vurmanı da yəqin ki, bilirsiniz. 0,4, 12, 1 yadda, 1, 0, 0, 2, 1, 0. İndi burada vurmada nə olur? Toplama olur. Vurmada toplama olur. Toplama olursa, vergüldən sonra, məsələn, burada qara ilə yazıram. Vergüldən sonra bir rəqəm var. Burada da vergüldən sonra bir rəqəm var. Neçə rəqəm oldu? 1-in üstünə 1 gəlirəm, 2 rəqəm oldu. Arxadan 2 rəqəm sayırsınız. 1, 2. Vergül hardan oldu? Buradan oldu. 0,100-də 12 oxunur. Sonra keçəyin onluq kəsirlərdən sonra nə gəlir? Bircə dəqiqə qoy testinə atım. Sinif testini atım. Sinif testindən bircə dəqiqə onu eləyək, keçək başqa mövzuya. Dayanın görüm. Mənim 9-cu sinif testində adi və onluq kəsirlərdən sonra nisbət tənasüb faiz gəlir. Aha, onu da izah eləyəcəm. Dayanın, burada bir dənə misal var. Onu qoy yazım. O birisilər elə belə bir şeydir. Məsələn, məsələn bizə verib ki, 0,1000-də 91,
10.000-də 92. Alt həddə düzgün yazmalıyıq. Sonra 0,1000-də 914. 0,1000-də 917. 0,1000-də 961. 0,10-da 9. 0,100-də 9. Bu belə oldu mu? Oldu mu belə? Günel müəllimə, İndi axşamınız xeyir. axşamınız xeyir Samirə müəllimə. Siz məni bu qrupa dəvət etmisiniz. Burada 9, 10, 11-lər deyil. Hə, heç nə olmaz. Test toplusundan keçirik. Noldan başlamışıq. Sonra ayıracam. Sonra miqlərə daxil eləyəcəm. Hə, çünki o biri qrupdan silmisiniz məni, baxdım indi. Hə, Dedim bizim bugün o birisi dərsimiz yoxdur, qrupdan, bu hə. dərs- Bir Bazar ədlədim günü də, olacaq. bir ədlədim. Hə, sonra miqlərə daxil eləyəcəm Samirə müəllimə. Hə, onda mən dinləyici kimi dayanım da burada. Hə. Hansını başa Yaxşı. düşməkdən sual verginən, çəkinməginən. Çünki miqə keçmək Yaxşı. üçün birinci dərəcəli bunları bilməliyik. İndi buradan baxırıq, onluq kəsirləri müqayisə eləmək üçün alt həddə yazın. Onluq kəsirlər nədir? Vergüllə olanlardır. Vergüllə olanları müqayisə eləyəndə tez alt həddə yazın. Məsələn, sıfırlar getdi. Burada hansı böyükdür? İndi baxın. 0, 0, baxın. 0, 0, 9, 9, 9, 0, 9. Deməli, bu böyükdür. Bu böyükdür. Bir də bu böyükdür. 3'ü. İndi bunlardan hansı böyükdür? 9, 1, 1, 1. Burada da heç nə yoxdursa, deməli, nə var? 0 var. 1, 1, 4, 7. Hansı böyükdür? Bu böyükdür. Deməli, 0,1000-də 917 nədir? Böyükdür. Deməli, azalma ardıcıllığını yazın deyir. Azalma ardıcılığı. Bu böyükdür. Azalıb neçə olub? Azalıb neçə olub? 0 tam. Azalıb neçə olub? 1000-də 914 olub. Bunu da sildim, bunu da sildim. Sonra azalıb neçə olub? Azalıb neçə olub? 0 tam. Onda 9 olub. Burada heç nə yoxsa deməli 0 var. Bunu da artdım, getdi. İndi bunları atdım. Gəlin bunları çıxağın. Baxın. Bunları çıxağın. Bunları çıxağın. Всё. İndi yerdə qalanları müqayisə eləyin. 0, 0, 0, 0, 0, 0, 9, 9, 9 eyni gedir. 9, 0, 9, 9 gedir. Sonra nə gedir? 1, 6. Burada da heç nə yoxsa nə var? 0 var. Deməli, hansı böyükdür? Diqqətli olaq biraz. Bu böyükdür, elə? Düz deyilmi? Buradan da gedirəm nəyə? 0,1000-də 961-ə. Aha, indi bunu da sildim. Gəlin bunu da siləyim. Всё. Sildim. İndi sonra hansı böyükdür? 0, 0, 0, 0, 0, 0, 9, 9. Hansı böyükdür? 1. Əlinizi ekrana vurmayın. Onda silkələnir. Aha. İndi hansı böyükdür? 9, 0, 9, 1, 9, 0. Hansı böyükdür? Bu böyükdür, düz deyilmi? Bu nə oldu? 0 tam 1000-də 91 oldu. Aha. İndi gəlin bunu siləyin. Bunu siləyin. Aha. Всё. İndi keçəyim bu birisinə. 0, 0, 0, 0, 0, 0, 0, 9. Hansı böyükdür? 0 tam 100-də 9. Sonra hansı gəlir? Bunu da sildim. 0 tam 10.000-də 92. İndi məsələn, deyirəm azalma ardıcıllığını tapın. 10-dan aşağı 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Nə oldu? Azaldı. Bizdə də elə də böyükdən nəyə doğru getdim? Kiçiyə doğru getdim, azalma ardıcıllığını tapdım. Vergüllə olanları həmişə alt həddə müqayisə edin. Bax belə. Yaxşımı?
Sonra məsələn belə bir deyir ki 2/10-6. Bu necədir? Adi kəsirdir. Deyir bundan onluq kəsirə keç. 2/10-6. Müəllim vergüllə olanlar onluq kəsirlərdir. 2/10-6-nı yazdım 2/10-da nə? 6. İpsiyo. Bu da mənim nəyimdir? Onluq kəsirimdir. İndi məsələn deyir ki tam isə 8-dir. 8-dir. Onda birlər nədir? 1-dir. Yüzdə birlər 0-dır. Mində birlər 3-dür. İndi fikirləşirsən ki 8 tam, yəni vergül. Onda birlər 1-dir, yüzdə birlər 0-dır, mində birlər 3-dür. Deməli, onluq kəsir şəklində necə oldu? 8/1000-103 oldu. Bəs bu adi kəsir şəklində 8/1000-103. Və salam. Başa düşdünüz bunu da? Məsələn, bir də belə bir tənlik verə bilər onluq kəsirlər haqqında. Məsələn, verə bilər ki 1/5x çıx 1/15 bərabərdir 1/1'ə. Deyir tənliyini həll elə. Həll edin. İndi həll eləmək üçün 1/5x-dan x-dan 3 çıxmaq olurmu? Olmur. Olmursa deməli bu nədir? İfadədir. X-dan 5 çıxmaq olurmu? Olmur. Olmursa deməli bu nədir? İfadədir. X-in üzərinə 3 gəlmək olurmu? Gəlin görək neçə eləyir? Heç nə, ifadədir. Əgər bunun yanında x olsaydı, onda 4x olardı. Onda gəlmək olardı. Ancaq x ilə 3-ü toplamaq olmur. X nədir? X hərfdə x hərfidir. Riyaziyyatda da dəyişəndir. Dəyişənlər də bilmirəm deməkdir. Yəni hərflər bilmirəm deməkdir. Məsələn, deyirəm ki, A kitabım var. Deyirsən ki, neçə kitab? Deyirəm A kitab. Deyirsən dəlidir, nədir bu? A kitab nə bilim neçədir? Bilmirəm deməkdir. Yəni ki, 1/5x bərabərdir. Çıxmadsa aşağıda olur üstə gəlmə. 1/15. Gəlin üstünə gəlin. 1/1 vergülün altından yazılır. Burada heç nə yoxsa 0 yazıram. Üstə gəlirəm. 5, 2, 2. Neçə oldu? 1/5x bərabərdir 2/25'ə. Bununla bunun arasında heç nə yoxsa vurma var. Aşağıda da olur bölmə. 2/25'i bölürəm 1/5'ə. Müəllim, mən bölə bilmirəm. Niyə? Deyəcəksiniz ki, 1/5'in bəzinizdə deyəcəksiniz ki, 15'in kvadratı 225 eləyir. Kvadrat 2 eyni. Bax, 15'in kvadratı, yəni üstündə 2 dənədir. 15'dən neçə dənədir? 2 dənədir deməkdir. 15 vurulsun 15 eləyir 225. Bəs 1/5'in də kvadratı eləyir 2/25. Deməli 2/25'i 1/5'ə böləndə 1/5 eləyir. İndi lap da mən bu yolu bilmirəm. Gəlin o birisi yolla eləyəyim. Müəllim 2/25'dən sonra vergüdən sonra 2 rəqəm var. Bunu vuracam 100'ə, bunu da vuracam vergüdən sonra bir rəqəm olduğuna görə 10'a. Müəllim, məqsəd nədir vurmaqda? Çünki bütöv ədəd almaq istəyirəm ki, bölə bilim. Biraz vergüllə olanlar onluq kəsirlərdə çətinliyim var. Lap yaxşı. Vergüdən sonra 2 rəqəm var. Deməli, burada nəyə vurdum? 100'ə. Ən böyüyü neçədir? 100'dür. Deməli, bunu da 100 düzəltməliyəm. Çünki sürət və məxrəci eyni bir ədədə vurmalısınız. Vergüdən sonra 2 rəqəm var. 2 dənə 0 gedir. Vergüdən sonra 1 rəqəm var. 1 dənə 0 gedir. Qalır 225 bölünsün 150. Elədir. Aha. 225 bölünsün neçə elədi? 150 elədi. İndi bir kənarda 225'i bölək 150'yə. Bir dəfə 150, 5, 12'dən 5, 750, 1/5 düşür. Bərabərdir. Neçə düşdü? 1/5 düşdü. İpsiyo. Deməli, cavabım neçə oldu? 1/5 oldu. Bu tənlikdə də bu. İndi məsələn,
müəllim olanlara aiddir ki, uşaqlara dərs keçəndə məsələn belə kubiklər də düşə bilər. Məsələn belə kubiklər düşür 1,7 və yaxud məsələn buraxılışın özündə də bir də gördünüz saldılar. Yəni ki, burada necə olur? Bu kubiki bilmirsiniz. Bilmirsinizsə deməli nədir? X-dir. Bilmirəm. Bu isə cəm deməkdir. Yəni toplama deməkdir. Topla. X plus X çıx 1,7. Burada kubikin içində heç nə verməyib. Heç nə vermirsə, yəni bilmirəm. Ona görə X yazdım. Bu sistem isə cəm deməkdir. Yəni ki, topla. 1,7 bərabərdir. Cəmi nəyə bərabərdir? 119 tam %88-ə bərabərdir. X-la X-i toplayıram. Eləyir 2X çıx 1,7 bərabərdir 119 tam %88-ə. Müəllim 2x-dan 1,7-ni çıxmaq olmur. Çıxmazsa aşağıda olur üstə gəlmə. 119 tam %88-in üzərinə gəlirəm 1,7-ni. 8, 15 bir yadda, 11 bir yadda, 121 tam %58 eləyir. Üstə gələndə vergülün altından yazılır. Ədədləri də ədədin altından düzgün yazırsınız alt-altda. Deməli, indi vergüldən sonra 2 rəqəm var. Arxadan 2 rəqəm saydım, vergül ayırdım. 2x bərabərdir 121 tam neçə elədi? 58 elədi. İndi müəllim vurmadsa bununla bunun arasında heç nə yazılmayıb. Yazılmayıb lap yaxşı. Deməli yazılmayıbsa deməli arasında nə var? Vurma var. Vurma varsa aşağıda nə olur? Bölmə olur. 121 tam %58-i bölürəm 2-yə. Müəllim, burada vergüldən sonra 2 rəqəm var. 2 rəqəm varsa 2 dənə 0 olan 100-dür. Bunu 100-ə vuranda bunu da 100-ə vurmalıyam. Deməli, 100-ə vuranda 2 rəqəm 2 dənə 0-ım gedir. 12.158 qalır. Burada da 200 qalır. Bunu da böləndə gəlin böləyin. 12.158-i bölürəm nəyə? 200-ə. Bu 121-in içində 200... Mənə bir izah edə bilərsiniz? Aha, yaxşı. Harada başa düşmədin? De görüm. Devam elə o x-lər var ya, 2 dənə x. Oradan. Aha. 2x. Bax, çıxmazsa aşağıda tənlikdə nə olur? Üstə gəlmə olur. Üstə gəlməzsə tənlikdə aşağıda nə olur? Çıxma olur. Başa düşdünmü bunu? Vurmazsa aşağıda nə olur? Bölmə olur. Bölməzsə aşağıda nə olur? Vurma olur. Bax, tənlikdə belə olur, tərsi olur. Deməli, 119 tam %88-in üzərinə nə gələcəm? 1,7-ni gələcəm. İndi yazıram kənarda. 119 tam %88 vergülün altından yazılır. Vergüldən qabaq 1 var, vergüldən sonra da 7 var. Bununla bunu nə edirəm? Toplayıram. 8, 15 bir yadda, 121 tam. Vergüldən sonra neçə rəqəm var? Ən çoxuna baxın. 2 rəqəm var. 1, 2. 1, 2. Arxadan sayıram. Neçə oldu? 121 tam %58 oldu. 2x-ım nəyə bərabər oldu? 121 tam %58-ə bərabər oldu. İndi 121 tam %58 oldusa, bununla bunun arasında nə var yazılmayıb? Vurma. Vurmazsa aşağıda nə olur? Bölmə. 121 tam %58-i nəyə böləcəm? 2-yə. Vergüldən sonra burada neçə rəqəm var? 2 rəqəm var. 2 dənə 0 olan nədir? 100-dür. Bunu 100-ə vuranda bunu nəyə vuracam? 100-ə. Bu vergülə bu 0 gedir. 12.000 nə qalır? 158 qalır. Burada nə qalır? 200 qalır. Bunu da böləndə neçə eləyir? Gəlin kənarda böləyin. Baxın, 12.158-i bölürəm nəyə? 200-ə, qolu böləklə. Məqsəd nə idi? Vergüldən bütöv ədədə keçmək üçün belə vurdum. Ki, bütöv ədədə alım, bölmə mənim üçün nə olsun? Asan olsun. İndi 121-in içində 200 yerləşmir. Ona görə 1215-in içində 200 neçə dəfə yerləşir? 6 dəfə. 1200 elədi mi? 5, 1. 158-in içində 200 nədir? Yerləşmir. Onda bura 0 qoyanda bura nə eləyəcəm?
0 qoyacam. Burada nə elədi? 7 dəfə. 1400 elədimi? 0, 8, 1. 1800 bu da neçə elədi? 60 tam %79. 60 tam %79 elədi. Və salam. İndi gəlin. Nə izah eləyim? Onluq kəsirlərdən bir dənə yerinə qoymağı izah eləyim. K məsələn verib 0,4. L verib 1,3. M verib 2,8. Bizə də soruşur ki, K plus L vurulsun, M-i tapın. Müəllim, K-nın yerinə nə durur? 0,4 durur. Yazıram yerinə 0,4. Ondan sonra üstəgəl gəlir. L-in yerinə nə durur? 1,3 durur. Vurulsun M-in yerinə nə durur? 2,8 durur. Müəllim 0,4 üstə gəlinsin. 1,3-ü vuracam nəyə? 2,8-ə. 4 yazaq 2 yadda. 10, 6, 2, 4, 6, 3. İndi 1, 2. Bax, burada toplamadır. Burada vergüdən sonra neçə rəqəm var? 1 rəqəm var. Burada vergüdən sonra neçə rəqəm? 1 rəqəm var. Toplamadsa topla ilə. Vurmada toplama olur. Bölmədə də çıxımı olur. Ona görə 1 rəqəm burada, 1 rəqəm burada. Neçə rəqəmim oldu? 2 rəqəm. Arxadan 2 rəqəm say. 1, 2. Neçə oldu? 3 tam %64 oldu. Düz mü vurduq? 4 yazaq 2 yadda 16, 2. Bəli, düz vurduq. 3 tam %64 oldu. İndi müəllim, bununla bunu toplamağı bilmirəm. Niyə? Burada yazıram 0,4, onda 4, vergül də vergülün altından yazıram. Burada vergüldən qabaq nə var? 3 var. Burada vergüldən sonra nə var? 6 var, 4 var. 4, 10, 1 yadda, 3-ün də üzərinə 1 gəlirəm. Elədi 4 tam %4. Bəs müəllim, belə versə necə eləyəcəkdik onluq kəsirləri? Belə versə necə eləyəcəkdik? Gəlin onu eləyəyin. Məsələn, verib bizə E çıxılsın K vurulsun M-ə bərabərdir. Müəllim, L-in yerinə 1,3 qoyuram. Çünki 1,3-ə bərabərdir. Çıxma gəlir sonra. K-nın yerinə 0,4 qoyuram. Budur, bax, 0,4. Və vurulsun M-in yerinə 2,8 qoyuram. Bərabərdir. Müəllim, 1,3-dür. Vergülü altından yazıram, 4 yazıram. O 3-dən 4 çıxmır. 13-dən 4 çıxıram. 9 qalır. 0-dan 0 çıxıram. 0,9 vur 2,8. Bərabərdir. Müəllim, bunu da vururam 2,8-ə. 2 yazaq 7 yadda. 7, 18, 1. Oldu mu belə? Düzmü yazdım? Mən yorğunam. Siz diqqətli olun. 14, 15, 2. İndi vurmada nə olur müəllim? Toplama olur. Vergüdən sonra burada 1 rəqəm var. Burada da 1 rəqəm var. Toplamazsa oldu 2 rəqəm. Arxadan 2 rəqəm saymalıyam. 1, 2. Neçə oldu? 2 tam %52 oldu. Başa düşdünüz bunu da? İndi keçəyin həndəsi fiqurlara. Həndəsi fiqurlar. Həndəsi fiqurlarda yoxsa bəs eləyərmi bu? Yox, keçəyin həndəsi fiqurlara vaxtımıza var. Mənim necə istəyirsən? Aha. Deməli, tərəf nədir? Tərəf nədir? Bucaq nədir? Bax, bu tərəfdir. İki nöqtə arasında qalan məsafə nədir? Tərəfdir. Parçadır. Belə izah edeyim. Bir tərəf, iki tərəf arasında qalan yer nədir? Bucaqdır. Bucaq. Bir tərəf, iki tərəf arasında qalan yer nədir? Bucaqdır. Bir tərəf, iki tərəf
arasında qalan yer nədir? Bucaqdır. Deməli, bir tərəf, iki tərəf arasında qalan yer açıq bucaqdır. 90 dərəcədən kiçik olan bucağa bax bu işarə varsa, bu 90 dərəcə deməkdir. Neçə dərəcə deməkdir? 90 dərəcə deməkdir. Bax bu işarə hansı bucaqda varsa və yaxud belə də çəkə bilər. Hansı bucaqda varsa, o deməli 90 dərəcəli bucaq, yəni düz bucaq deməkdir. 90 dərəcəli bucağa düz bucaq deyilir. 90 dərəcədən kiçik olan bucağa iti bucaq deyilir. Bax 90 dərəcədən kiçikdir. Baxın, kiçilib, 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 kiçilib. Bu necə bucaqdır? İti bucaqdır. 90 dərəcədən böyük, baxın, böyüdü, böyüdü. 180 dərəcədən də kiçildi. Deməli, necə bucaqdır? Kör bucaqdır. 180 dərəcəli bucağa isə açıq bucaq deyilir. Uşaqlar, 90 ilə 180 ədədinin arasında məsələn 91 yerləşir. Deyirəm 91 dərəcəli bucaq necə bucaqdır? Müəllim, 91 ilə 90 ilə 180-in arasında yerləşir. Deməli, bu olur kör bucaq. 90 ilə 180-in arasında yerləşən ədədlər olur kör bucaq. Ancaq qayda belədir. 90-dan böyük, yəni 90-dan böyük ədədlər 180 dərəcədən kiçik olan bucaqlara kör bucaq deyilir. Qayda da belədir. 90-dan kiçik 1, 2, 3, 89 bunlar 90-dan kiçik ədədlərdir, olur iti bucaq. Başa düşdünüz? 90 dərəcəli bucaqdır, düz bucaqdır. Qolları açıqdırsa bu da 180 dərəcəli bucaqdır. Deməli, necə bucaqdır? Açıq bucaqdır. İndi dayanın, linki təzədən atın bir də. Bir saat ərzində 2 dəfə atılır link.